Yolumuz Qoşa Kərizədir. Qoşa Kəriz, Damdam bulaq, Şırşır bulaq. Baxaq görək nə vəziyyətdədir. Demək bu ərazi köynə artizan deyilən ərazidir. Gəlib çatdıq Qoşa Kəriz deyilən əraziyə. Gördüyünüz kimi bax, qamış buraları basıb. O tərəfə keçmək mümkün deyil. Hemen o göl deyilən əraziyə gəlib çatmışıq. Bax, o göl buradır. Göldən də qurbağaların səsi gəlir. Biraz da su var. Bak, Qoşa Kəriz oradaydı, orada. Bir de o hissədə. O hissədə. Ama göl bizi Qamış oraları bası, Qoşa Kəriz bəsədir. kardeler bu takip. Bak bu hisseyle su akar. O hisseye su kalmaz. Yok, burası çaylaqdır. Su buradan axırdı. Su burayla akar. Orada su olmuyor. Ha. Bunda su oranı hareket eder kalkar. İndi orada görürsən ağac bitib, nə yoğunluğunda ağaçlar var. Gedək o hissəyə. Demək, ikinci gölün yeri bax buradır. İndi buradan yaxınlaşmaq mümkün deyil. İndi biz istəyirik keçək o tərəfə, o tərəfdən bir müşahidə edək. Burada ağaçlar bitib. Burada isə belə bir böyük bir ağac var. Böyük. Ağacın yoğunluğuna bax. Quruyub amma. Aman Allah, aman Allah. Burada bir dənə bizim vaxtımızda qamış yox idi. İndi qamış buraları təmiz alıb ağzına. Bunlar nə ağacıdır belə? Biz o bir tərəfə keçmək üçün nə qədər yol qət eləməliyik. Yuxarı getməliyik. Görək, hara qədər gedə bilirik. Orada taxıl əkiblər. Çıxaq orada bir baxaq. Bu da Nüzgarın təbiəti. Gözəl təbiəti. Oxşuyursan, oxşuyursan. Demək, gəldik biz çıxdıqla baxıra. Hansı ki o çaylaqdan su axırdı. Qoşa Kərizdən yuxarı. Bu hissədən keçirik o biri tərəfə. Demək, o hissə Qoşa Kəriz. Qoşa Kərizin üst tərəfi taxıl əkiblər. Buğda. Buğdadır, arpadır. Nə yaxşı saralıb. Biz keçmişik indi Al-300 dərəsinə. Görək bura hara qədər gedir. Demək, gəlib çıxdıq həmən gölün yanına, hansı ki Tərxan müəllim bu gölü yaratmışdı. Həmən o ağac nə vaxt bitib, nə yoğunluğundadır bu. Demək, bu ərazilərdə təmiz qamışdıq. Quşlar da yuva qurub orada. Şimdi gedək gölün yanına.
Demek bu da hemen göl. Cəngəllikdir bura. Demək bir ərazidə orta məhlənin, dərə məhlənin heyvanları yatışırdı yayda. Günorta. Demək bu hissədə bax bu gördüyünüz üzüm dirəkləri ki var. Beton dirəklər. Bax bunu rəhmətli Əliş əmi burada bir kölgənəcək düzəltmişdi. Həmən dirəklərdir ki qalıb. Allah rəhmət eləsin Əliş əmiyə. Allah cəmi dünyasını dərkənlərə rəhmət eləsin. Əliş əmi bax burada kölgənəcək düzəltmişdi. Həmən bax bu hissə Qoşa Kəriz deyilən ərazidir. Qamışlar var, sıxraları. Orada bir göl var idi. Göl oradadır. Burada da bir göl. Həmən göl. Bu ərazi idi, səhv eləmirəmsə. Hə? Biraz o tərəfdə, Boğazcanın çıxacaq yeri orada. Yox, Qoşa Kəriz buradaydı, sevindik. Bax bu hissədə. Sesiz buraydı, damdamadı ora. Hə. Qoşa Kərizin yanındakı hündür təpədəyik. Həmən göllər də görsənir. Burada Maral dağı. Köynəl artizan yeri. Çaylıqdır. Burada da kəndin görünüşü. Burada Lənə təpə. Burası isə Tək Çınarın yeridir. Həzrətqulunun tüyox fermasının yeri. Əvvəl rəhmətli Mənsim dayının tüyox ferması idi. Sonra isə Həzrətqulunun. Orada qaraj, ambar, Cəfərin yurdu. Burası Cəfərin evinin yeridir. Ağayev Cəfərin yurdu. Allah size köm olsun. Hiç ne koymamışsınız getirin. Sen ne danışırsın? Kimden danışırsın? Ha diyor. Gezmem dilden danışırım. Ha kravatları bu değilmiş. Kravatları bu değil de ha. Kravatları kalıp. Ha kalıp. Yine o bak bunların zemsi bizde de kravatı vardı. Götür aparak onu. Ha o da kalıp. Ha. Ha burası yün vurdunuz. Bakın diyelim gölden ha bak. Burada da bulaq var idi. Hamısı cəngəllikdir. Qamış basıb hər tərəfi. Orada göl.
Bura mağaldır. Yuxarı məhəllənin heyvanlarının yatışdığı yer. Yayda burada yatışırdı. Burada isə göl var idi. Bax, həmən göl qalır. O gölün tirəsi daşdan hörülmüşdü. İndi torpaqla qabağını kəsiblər. Onu ancaq ermənilər kəsib. Bax buna. Bu göl bilirsiniz hansı göl? Qoşa Çınarın yuxarı tərəfindəki göl. Buranın daşdan bəndi var idi, tirəsi. O torpağı belə yığıblar. Şurada heyvan cığırı var burada. O da Qoşa Çınarın yerindən qalxan çınar quruyub. Yayda yandırıblar buranı, ona görə. Burada saqqız ağacı. Burada çınardan başka bir ağaç yok idi. O tərəfdə tut ağaçları var idi, amma burada ağac yok idi. Görürsünüz burada indi qoz ağacı, söğüd ağacı, dağdağın üstündə üzüm ağacı və qurumuş ağaçlar. O hissədə də ermənilərin blindajıdır. O hissə. Gedək Çınarın yanına. Hemen Qoşa Çınardan qalan ağac quruyub, yenə də dibindən hörkə verib. Çaylaq, qoz ağaçları. Mən çəkim göstərim. Meyve vaxtı da gəlir. Bura Rəşidgilin həyətidir. O nədir? Boyana deyirdilər, nə deyirdilər? Bax o Rəşidgiləymişdi. Nəyi? Ha? Yarpağın nəyi? Yarpağın insan yeyir, heyvan yeyir. Bax oldu ki, bunun yarpağı yeyir. Ha, buna bax Rəşidgilin bağçasında o qədər var idi. Sonra Dağıstan yeyir. Sonra da rəhmətli Dağıstan. Burada çaylaq, Əmrə Qəmin həyəti, sonra da Allah verdigilin həyəti. Yaxşı üzüm ağaçları var.